Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda növbəti Azərbaycan milli şirniyyatımızı hazırladım. Bakı qurabiyəsi. Çox ləzzətlidir, dadlıdır. Görünüşü isə möhtəşəmdir. Bir qabın içinə kərə yağı, şəkər kirşanı və vanil əlavə edib yavaşcana qaşıq köməyi ilə qarışdırıram. Mən bunu niyə belə edirəm ki, şəkər kirşanın tozu nəfəsimizə dolmasın. Hazır olandan sonra tam bu məhlul ağarana qədər mikser köməyi ilə çalıram. Yağ qəşəng ağarandan sonra mən bu kütləyə 2 yumurtanın ağın əlavə edirəm və çalmağı davam edirəm. Ta ki bu qarışım ağappaq olana qədər. Hazır olanda baxın görün, elə bir təəssürat yaranır ki, ağappaq gözəl bir kremdir. Hazır olandan sonra bura un əlavə eləyirəm, amma etap və yarım paçka kabartma. Bir paçka kabartma tozu ona görə eləmirik, əks halda qurabiyənin forması qalmayacaq. Ümumi nəzərdə alınan un 2 hissəyə bölünür. Yavaş-yavaş qarışdırıram. Hazır xəmir bu cür olmalıdır. Nə çox yumuşaq, nə də ki çox bərk. Bu kurabiyə üçün bizə bu cür ucluq lazım olacaq. 2 torbanı iç-içə edib ucluğu qoyuram içinə və xəmiri yığıram içinə. Yaxşı olar ki, xəmir çox olmasın, ona görə ki, bu proses biraz çətindir. Az-az eləsəz çox yaxşı olar ki, əliniz də ağrımasın və işiniz tez başa gəlsin. Bu cürünə şpatil köməyi ilə düzəliş edirəm və artıq başlayıram Bakı qurabiyəsini kağızın üstünə buraxmağa. Bu biraz çətin prosesdir. Mən deyə bilmərəm ki, asandır. Amma heç bir problemi yoxdur. Nəticə dadlıdır, nəticə gözəldir. Videoda gördüyünüz kimi ona görə xatırlama edirəm ki, xəmiri torbanın içinə çox doldurmayın və onu da qeyd edim ki, satışda xüsusi torbalar var, qalın torbalar. O olsa çox yaxşı olar. Bax və bu cürünə gözəl qurabiyələri mən torbadan kağızın üstünə buraxıram. Əziz xanımlar, fikir verin. Torbada xəmir azdır və iş rahat gedir. Onu da qeyd edim ki, ucluq xüsusi Bakı qurabiyəsinin ucluğudur. Qurabiyənin hazırlanma prosesi ən uzağı 40 dəqiqə vaxt aparır və 10 dəqiqə sobada. Çox rahatdır və ən əsası çox dadlıdır. Barmağımla
ortada belə bir dəlik düzəldirəm. Və dəliyin içini cemlə doldururam. Cemi doldurmuşam torbaya. İstənilən cem ola bilər. Artıq qurabiyənin görünüşünə baxın. İnanınız ki, mənim əzizlərim, adamı o qədər ləzzət eləyir. O qədər gözəldir. Siz hazırlayanda belə özünüzlə görəcəksiniz ki, mən dediyim doğrudur. Və qurabiyələr getdi sobaya. 220 dərəcə, düz 10-15 dəqiqəyə, yəni o sizin sobadan asılıdır. Fansız rejimdə bişirib hazır edirəm. Siz bu gözəlliyə baxın. Görünüşü möhtəşəm. Dadını isə bilməkdən ötürü siz nə edirsiniz? Qəşəngcənə bazarlıq edirsiniz, hazırlayırsınız və ailə üzvlərinizi sevindirirsiniz. Siz bir dənə buna baxın. Bəh, bəh, bəh. Ləzzətdir, ləzzət. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.